Bir gübrenin keyfiyyəti yalnız tarlada deyil, həm də zavodun ilk istehsal mərhələsindən başlayır. Bugün Elbakemin qapıları arxasına keçəcəyik və xam maldan hazır məhsula qədər bütün prosesi bir yerdə izləyəcəyik. Mən Qasımov Fərid, Elbacem zavodunun keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıram. Bizim zavod illik 10.000 ton kalium sulfat gübrəsi istehsal etmə gücünə malikdir. Gəlin indi sizi zavodumuzun istehsal prosesi ilə tanış edək. Prosesin ən vacib hissələrindən biri Mannheim peçidir. Burada bizim əsas məhsulumuz kalium sulfat gübrəsi istehsal olunur. Bu fırlanan peçin içərisi oda davamlı kərpizlə örtülür. Daxilində temperatur 500-550 dərəcəyə qalır. Bura iki xam mal verilir: kalium xlorid və sulfat turşusu. Bunlar peçin içində reaksiya girir və nəticədə kalium sulfat gübrəsi və yan məhsul kimi hidrogen xlorid qazı alınır. Hidrogen xlorid qazı udma qüllələrində tutulub xlorid turşusuna çevrilir. Mənim bu zavodda keyfiyyətə nəzarət şöbəsinin rəhbəri kimi əsas işim bu peçdən çıxan hər partiya məhsulun lazımi standartlara cavab verməsini təmin etməkdir. Bunun üçün xam mal peçə düşməzdən qabaq laboratoriyada yoxlanılır. Çünki xam mal nə qədər təmiz olarsa, məhsul da o qədər keyfiyyətli olur. Sonra proses gedərkən biz davamlı olaraq peçin temperaturunu, xam mal nisbətini izləyirik. Burada kiçicik bir kənarlaşma məhsulun keyfiyyətini dəyişə bilər. Və nəhayət peçdən çıxan hazır kalium sulfat gübrəsindən nümunə götürülüb laboratoriyada bütün parametrlərin standartlara uyğunluğu yoxlanılır. Yalnız hər şey norma daxilindədirsə, məhsul qablaşdırılmaya gedir. Məhsul qablaşdırmaya gedərkən aşağıdakı mərhələlərdən keçir. İlk öncə su soyuducularında 40-50 dərəcəyə kimi ani soyudulur. Daşıyıcılar vasitəsilə ələyə daşınır. Ələkdən keçə bilməyən nisbətən iri hissəciklər üyüdücüdə 100-500 mikron ölçəyi kimi üyüdülür və yenidən ələkdən keçirilib hazır məhsul toplayıcısına yığılır. Oradan isə paketlənərək satış üçün hazırlanır. Beləliklə, Elbakemdə kalium sulfat istehsalını yaxından izlədik. Müasir texnologiya, ciddi keyfiyyət nəzarəti və peşəkar yanaşma sayəsində hazırlanan məhsullar kənd təsərrüfatında daha yüksək məhsuldarlığa töhfə verməyi hədəfləyir. Videonu bəyəndinizsə, kanala abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Elbakem haqqında ətraflı məlumat almaq üçün və yeni videolardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin. Növbəti videolarda görüşənədək.